Azərbaycan çayına, kompotuna qonaq olan Nikulinin Bakı xatirəsi. 1968-ci ildə çəkilən Brilliant Əl filmində Bakı tamaşaçılara İstanbul kimi təqdim edilib. Filmin Bakıdakı çəkilişləri 15 gün davam edib. Sentyabrın ortalarında Bakının qədim hissəsi İçəri şəhərdə aparılıb. Filmdə İçəri şəhərin bəzi görməli yerləri, Cümə məscidi və Şirvanşahlar sarayı çəkilib. Sakinlər çəkiliş zamanı məşhur aktyorları görmək üçün əvvəlcədən yer ayırıblar. Fasilələr zamanı çəkiliş qrupuna çay, hətta şirniyyatlar veriblər. Çəkilişdən sonra hətta onları evlərinə qonaq çağırıblar. Aktyorlar çəkilişlərdən sonra şəhəri gəzməyə çıxıblar. Sakinlər isə sözün əsl mənasında onları əllərində gəzdiriblər, ləzzətli kabab və şərablara qonaq ediblər. Yuri Nikulini isə çoxları aktyor kimi deyil, yaxın şəxs, dost kimi qəbul ediblər. O, özü də sakinlərlə mehriban ünsiyyət qurur, zarafatlaşır, nərd oynayırdı. Bakı sakinləri Nikulini hədsiz sevirdi, aktyor su istəyəndə dərhal hər cür qazlı içkilər, mürəbbəli və şirniyyatlı çay, sərin ev kompotları gətirirdilər. O, sakinlərlə ən isti münasibət quran aktyor idi. Bakıda olanda Nikulində nərd oynamağa həvəs yaranır və İçəri şəhər sakinləri ona nərd hədiyyə edəndə çox təsirlənir. Yuri Nikulin filmdən sonra bir neçə dəfə Bakıda oldu, Mikhail Şuydinlə məşhur klon duetində çıxış edib. Mən təkcə Brilliant Əl filmində deyil, Moskva sirki ilə Bakıda qastrol səfərində olanda da Azərbaycan havasından doymuşam, aktyor xatırlayırdı.